Dəyərli şagirdlər, hər birinizi salamlayıram. 9-cu sinif kimyadan bugünkü dərsimiz nitrat turşusu olacaq. Nitrat turşusu HNO3 ümumi formuluna malikdir. Bildiyimiz kimi nitrat turşusu bir əsaslı turşudur. Nitrat turşusunda azot atomunun oksidləşmə dərəcəsi müsbət 5-dir. Bilirik ki, oksigen -2, hidrogen müsbət 1 oksidləşmə dərəcəsi göstərirsə, azot burada müsbət 5 oksidləşmə dərəcəsi göstərəcək. Və əvvəlki dərsimizdən də biz bilirik ki, ümumiyyətlə azot D orbitalı olmadığına görə həyəcanlana bilmirdi. Həyəcanlana bilmədiyinə görə yerləşdiyi qrupa uyğun maksimum valentlik göstərə bilmirdi. Yəni 5 valentli ola bilmirdi, azot maksimum 4 valentli olurdu. Və nitrat turşusunda da azot 4 valentlidir. Nitrat turşusunun quruluş formulunu biz burada göstərdiyimiz kimi bir əsaslı turşu olduğuna görə hidrogen oksigen vasitəsilə azota birləşir, azota 2 oksigen birləşir və bir rabitə də 3 atom arasında paylanır. Buna biz lokallaşmış rabitə deyirik. Nitrat turşusunda azot müsbət 5 oksidləşmə dərəcəsi göstərir dedik. Müsbət 5 oksidləşmə dərəcəsi azot üçün maksimum olduğuna görə nitrat turşusu reaksiyalarda yalnız oksidləşdirici xassə göstərir. Nitrat turşusunun alınması. Nitrat turşusu laboratoriyada təbiətdə tapılan nitratların, əsasən də kalium nitrat, bir də natrium nitratın qatı sulfat turşusu ilə qarşılıqlı təsirindən alınır. Burada mən natrium nitratın qatı sulfat turşusu ilə reaksiyasını vermişəm. Reaksiya nəticəsində natrium hidrosulfat, bir də nitrat turşusu əmələ gəlir. Eyni reaksiyanı biz kalium nitrat üçündə apara bilərik. Sənayedə alınması. Nitrat turşusu sənayedə amonyak üsulu ilə alınır. Başqa üsullar da var. Biz əsasən amonyak üsulunu öyrənəcəyik. 3 mərhələdən ibarətdir üsul. Əvvəlcə amonyakdan NO alınır, NO-dan NO2 alınır, NO2-dən də nitrat turşusu alınır. Burada reaksiya mərhələləri bu şəkildədir. Bilirik ki, amonyak katalizator iştirakında oksigenlə qarşılıqlı təsirdə olduqda NO bir də su əmələ gəlir. Alınmış NO adi şəraitdə oksigenlə qarşılıqlı təsirdə olub NO2 qaz əmələ gətirir. NO2 qazı su və oksigen vasitəsilə qarşılıqlı təsirdə olub nitrat turşusu əmələ gətirir. Bilirik ki, amonyak azotdan alınır. Və burada biz bir mərhələdə artıra bilərik. Yəni 3 mərhələ yox, 4 mərhələ də göstərə bilərik. Birinci mərhələ kimi azotdan amonyakın alınma mərhələsini də göstərə bilərik. Nitrat turşusunun fiziki xassəsi. Nitrat turşusu təmiz halda rəngsiz, boğucu iyili, tüstülənən mayedir. Amma satışda olan nitrat turşusu oradan da gördüyümüz kimi sarı rəngdə olur. Nitrat turşusunun sarı rəngdə olmağının səbəbi nitrat turşusunun qismən parçalanması nəticəsində əmələ gələn qonur rəngli NO2 qazının yenidən nitrat turşusunda həll olmasıdır. Deməli, sarı rəngə boyanmasının səbəbi NO2 qazının nitrat turşusunda həll olmasıdır. Amma təmiz halda rəngsizdir. Nitrat turşusunun kimyəvi xassəsi. Nitrat turşusu bütün turşular kimi ümumi xassəyə malikdir. Bir də nitrat turşusunun xüsusi xassələri var. Nitrat turşusu bir əsaslı turşu olduğuna görə yalnız normal duz əmələ gətirir və bu duzlara biz nitratlar deyirik. Nitrat turşusunun ümumi xassələrinə biz dissosiasiyasını göstərə bilərik. Nitrat turşusu bir mərhələdə dissosiyasiya eləyir, H müsbət, bir də NO3 mənfi əmələ gətirir. Nitrat turşusu bütün turşular kimi əsasi və amfoter oksidlərlə qarşılıqlı təsirdə olar. Əsasi oksidlərdən maqnizium oksidlə qarşılıqlı təsirdə olub, maqnizium nitrat, bir də su əmələ gətirir.
Amfoter oksidlərdən alüminium oksidlə qarşılıqlı təsirdə olub, alüminium nitrat, bir də su əmələ gətirir. Nitrat turşusu eyni zamanda əsaslarla qarşılıqlı təsirdə olar. Bilirik ki, turşu və əsaslar arasında gedən reaksiyalar neytrallaşma reaksiyaları adlanır. Məsələn, kalyum hidroksidlə nitrat turşusunun qarşılıqlı təsirindən kalyum nitrat, bir də su əmələ gəlir. Nitrat turşusu həmçinin özündən zəif turşuları duzlarından sıxışdırıb çıxara bilər. Məsələn, natrium karbonatla qarşılıqlı təsirdə olub, karbonat turşusunu duzundan sıxışdırıb çıxarır. Reaksiya nəticəsində natrium nitrat, bir də karbonat turşusu alınır ki, bilirik ki, karbonat turşusu da zəif turşu olduğuna görə biz onu karbon qazı və su şəklində göstəririk. Nitrat turşusunun ümumi xassələri ilə yanaşı, nitrat turşusunun özünə xas olan xüsusi xassələri də var. Nitrat turşusunun xüsusi xassələrindən biri metallarla qarşılıqlı təsiridir. Nitrat turşusu qatılıqdan asılı olaraq metallarla müxtəlif cür qarşılıqlı təsirdə olur. Yəni, nitrat turşusunun bir durusu var, bir də qatısı var. Qatı nitrat turşusu metallarla fərqli cür reaksiyaya girir. Duru nitrat turşusu metallarla fərqli cür reaksiyaya girir. Burada həmçinin reaksiya məhsullarına metalların aktivliyi də təsir göstərir. Ümumi şəkildə biz metalların nitrat turşusu ilə reaksiyasını bu şəkildə göstərə bilərik. Deməli, metal nitrat turşusu ilə qarşılıqlı təsirdə olub, duz, su, bir də nitrat turşusunun reduksiya məhsulunu əmələ gətirir. Deməli, metallar nitrat turşusu ilə reaksiya daxil olanda həmişə duz və su əmələ gəlir. Üçüncü məhsul, yəni nitrat turşusunun reduksiya məhsulu artıq burada əsas fərqləndirici amil olur. Bunu mən cədvəl şəklində istəyirəm sizə çatdıram. Nitrat turşusunun metallarla qarşılıqlı təsirindən alınan məhsulları. Deməli, duru nitrat turşusu, bir də qatı nitrat turşusu verilibdir. Burada da metalların aktivlikləri verilibdir. Aktiv metallara lityum, natrium, kalyum, kalsiyum, baryum kimi metalları göstərə bilərik. Bu aktiv metallar duru nitrat turşusu ilə qarşılıqlı təsirdə olduqda reaksiya nəticəsində dedik ki, duz və su alınır. Bir də üçüncü məhsul olan amonyak əmələ gəlir. Əgər burada nitrat turşusunu lazım olan miqdardan çox götürərsək, onda alınmış amonyak, amonium nitrat da əmələ gətirir. Deməli, burada fərqli məhsullar da alına bilər. Ümumiyyətlə, aktiv metalların duru nitrat turşusu ilə reaksiyasından çox fərqli məhsullar əmələ gələ bilir. Biz əsasən bunları götürürük. Duru nitrat turşusunun orta aktiv metallarla, məsələn, maqnezium kimi, sink kimi, alüminium kimi, dəmir kimi, xrom və nikel kimi metallarla qarşılıqlı təsirindən duz, su, bir də nitrat turşusunun reduksiya məhsullarından N2O, azot və amonyak alına bilər. Turşunun qatılığından və metalın aktivliyindən asılı olaraq bu maddələrdən biri üstünlük təşkil edə bilər. Az aktiv metallarla duru nitrat turşusu qarşılıqlı təsirdə olduqda duz, su, bir də NO əmələ gətirir. Qatı nitrat turşusunun metallarla qarşılıqlı təsirinə baxaq. Qatı nitrat turşusu saydığımız aktiv metallarla qarşılıqlı təsirdə olduqda duz, su, bir də N2O reduksiya məhsulunu əmələ gətirər. Orta aktivlikli metallarla qatı nitrat turşusu reaksiyaya daxil olduqda duz, su, bir də NO qazı əmələ gətirir. Qurğuşun, mis, civə kimi az aktiv metallarla qatı nitrat turşusu qarşılıqlı təsirdə olduqda duz, su, bir də NO2 qazı əmələ gətirir. Pasiv metallardan platin, qızıl nə duru nitrat turşusu ilə, nə də qatı nitrat turşusu ilə qarşılıqlı təsirdə olmur. İndi bu cədvələ aid bir neçə reaksiya tənliyinə baxaq. Duru nitrat turşusunun aktiv metalla, məsələn, natriumla qarşılıqlı təsirinə baxaq. Dedi ki, burada duz, natrium nitrat duzu, su, bir də nitrat turşusunun reduksiya məhsullarından biri olan amonyak
üstünlük təşkil edir, yəni amonyak qazı alınır. Orta aktivlikli metalların duru nitrat turşusu ilə reaksiyasından maqnezium nitrat, dedik ki, reduksiya məhsullarından biri N2O idi, bir də su əmələ gəlir. Burada N2O-dan başqa reduksiya məhsulları da alına bilər. Dedik ki, bu turşunun qatılığından və metalın aktivliyindən, həmçinin temperaturun da təsiri var burada. Duru nitrat turşusu az aktiv metal olan mislə qarşılıqlı təsirdə olduqda mis2 nitrat, NO, bir də su əmələ gəlir. Qatı nitrat turşusu aktiv metallardan natriumla qarşılıqlı təsirdə olduqda natrium nitrat, N2O, bir də su əmələ gəlir. Orta aktivlikli metallardan alüminiumla qarşılıqlı təsirdə olduqda alüminium qatı nitrat turşusu ilə adi şəraitdə reaksiyaya girmir, reaksiya qızdırıllıqda baş verir. Bunu ayrıca olaraq deyəcəm. Reaksiya nəticəsində alüminium nitrat, NO, bir də su əmələ gəlir. Az aktiv metallardan civə ilə qatı nitrat turşusu qarşılıqlı təsirdə olduqda civə nitrat, NO2, bir də su əmələ gələcək. Nitrat turşusunun metallarla qarşılıqlı təsirində biləcəyimiz bəzi qaydalar var. Bu qaydaları mən sizin diqqətinizə çatdırıram. Birinci onu deyim ki, reaksiyalardan da gördüyümüz kimi həm qatı, həm də duru nitrat turşusu metallarla qarşılıqlı təsirdə olduqda hidrogen qazı alınmadı. Bunun səbəbi həm duru, həm qatı nitrat turşusunun metallarla reaksiyasında oksidləşdirici rolunu turşunun hidrogeni deyil, turşunun azotu oynayır. Ona görə də burada hidrogen reduksiya olunmur. Burada azotun müxtəlif məhsulları reduksiya olunur. Yəni nitrat turşusunun müxtəlif məhsulları reduksiya olunur. Həm qatı, həm duru nitrat turşusu dəmir və xromla qarşılıqlı təsirdə olduqda 3 valentli metalların duzları dəmir 3 nitrat, xrom 3 nitrat əmələ gəlir. Dəmirdir, xromdur, alüminium kimi metallar soyuqda qatı nitrat turşusu ilə qarşılıqlı təsirdə olmur. Buna metalın passivləşməsi deyilir. Reaksiya qızdırıldıqda baş verir və reaksiya məhsulları və ya cədvəldə göstərdiyimiz kimi bu metallar idi. Qatı nitrat turşusu ilə qarşılıqlı təsirdə olduqda duz, su, bir də NO əmələ gəlirdi. Nitrat turşusunun xüsusi xassələrindən qeyri-metallarla qarşılıqlı təsirində göstərə bilərik. Nitrat turşusu qeyri-metallardan bir neçəsi ilə qarşılıqlı təsirdə olur. Duru nitrat turşusu kükürt və fosforla qarşılıqlı təsirdə olur. Qatı nitrat turşusu isə kükürt, fosfor və karbonla. Burada bor da var. Əsasən kükürt, fosfor və karbonla qarşılıqlı təsirdə olur. Duru nitrat turşusu kükürt və fosforla qarşılıqlı təsirdə olduqda burada əsas məhsul kükürt və fosforun turşusu, bir də NO qazı əmələ gəlir. Məsələn, konkret olaraq duru nitrat turşusu kükürtlə qarşılıqlı təsirdə olduqda H2SO4, bir də NO qazı əmələ gəlir. Qatı nitrat turşusu qeyri-metallarla qarşılıqlı təsirdə olduqda uyğun qeyri-metalın turşusu NO2, bir də su əmələ gəlir. Məsələn, qatı nitrat turşusu kükürtlə qarşılıqlı təsirdə olduqda H2SO4, NO2, bir də su. Qatı nitrat turşusu karbonla qarşılıqlı təsirdə olduqda karbon dioksid, azot dioksid və su əmələ gəlir. Nitrat ionunun təyini. Yəni, həmin nitrat turşusundakı NO3 ionu, həm də nitrat turşusunun duzlarındakı NO3 ionu necə təyin olunur? Ümumiyyətlə, NO3 ionunu təyin eləmək üçün qatı sulfat turşusundan və mis yonqarından istifadə olunur. Nitratlarla qarşılıqlı təsir nəticəsində qonur rəngli NO2 qazı əmələ gəlir. Burada da həmin o qazı görə bilərsiniz. Deməli, NO3 ionu qatı sulfat turşusunun mis yonqarı ilə qarşılıqlı təsiri nəticəsində qonur rəngli NO2 qazının əmələ gəlməsinə görə təyin olunur. Nitrat turşusunun tətbiqi. Nitrat turşusu çox böyük miqdarda gübrələrin alınmasında istifadə olunur.
Nitrat turşusundan həmçinin partlayıcı maddələrin istehsalında istifadə olunur. Nitrat turşusundan boyaların, dərman maddələrinin alınmasında istifadə olunur. Nitrat turşusundan plastik kütlələrin alınmasında istifadə olunur və daha bir çox tətbiq sahəsi var nitrat turşusunun. Əziz şagirdlər, bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, dərsi yaxşı-yaxşı öyrənəcəksiniz və dərsin sonunda olan tapşırıqları həll edəcəksiniz. Sağ olun, sağlıqla qalın.